Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebiyyina Muhammedin ve ala alihi ve men istenne bi sünneti ile yevmiddin. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli kardeşler, her birinizi hoş gördük. Kısa bir fayda var. İbn-i Cevzi aleyhi rahmetullah'tan. İstəyirəm onu hem özüme hem de size hatırladım. Umumen bilmək lazımdır ki, hatırlatmaq böyük bir fayda verir. Allah subhanahu ve teala Muhammed sallallahu aleyhi ve selleme emreliyir. Ez-Zariyat suresinde onu emreliyir ki وَذَكِّرْ فَاِنَّ الذِّكْرَ تَنْفَعُ الْمُؤْمِنِينَ. Sen hatırlat, çünkü hatırlatmak müminlere fayda verir. Bildiğimiz şeyleri kardeşler bazen hatırlamakta böyle bir faydalar var. Zikir elə bir şeydir ki kardeşler, insanın qəlbi zikirlə yaşayır. Zikirlə həyat tapır. Peygamber sallallahu aleyhi ve sellem hadiste diyor ki: "Meselul lezi yezkuru rabbehu vellezi la yezkuru rabbehu. Meselul hayy vel meyyit." Rabbini zikredenle etmeyenin misalı ölüyle dirinin misalındadır. Fikir versiniz, Peygamber sallallahu aleyhi ve sellem diyor ki: kim öz Rabbini, onu yaradanı, onu yedizdiren, onu içizdiren, işlerini asanlaştıran, ona bütün xeyirleri veren, müvəffəqiyyət veren Rabbini zikir edirsə, qəlbi diridir. Qəlbi sağdır. Bu nəyə göstərir qardaşlar? Bu onu göstərir ki, zikir qəlbin həyatıdır. Ona görə alimlər deyirlər ki, Allah subhanahu ve teala göydən su nazil etməklə çatdaq torpağı, ölmüş torpağı dirildir. Torpağı suyla dirildir, yağışla dirildir. Ona göre Allah Teala diyor ki: "Fanzur ila asari rahmetillah. Keyfe yuhyil arda ba'de mevtiha." Allah'ın rəhmətinin əsərinə bax, yəni torpağa bax. Necə ölmüş torpağı su endirməklə dirildir. Eləcə də Allah Teala vəhiy ilə, zikirlə, tövhidlə, sünnə ilə, Allaha imanla, Allaha təvəkküllə, Allaha bağlılıqla o qəlbləri dirildir. Peygamber sallallahu aleyhi ve sellem diyor ki, kim Allah'ı zikreliyirsə, kim Rabbini zikreliyirsə, onun qəlbi diridir. Onun qəlbi sağdır. Qəlbi həssasdır. Ona göre değerli kardeşler, zikir qəlbin həyatıdır. Sonra nedir? Kim zikreləmirsə Allah'ı, onun qəlbi ölüb. İnsanın qəlbi meyyittir. Ola bilər bədəni yaşayır, ürəyi döyünür, gözü görür, kulağı eşidir. Lakin nədir? Adam ölülərin yerindədir. Çünkü Allah'ı zikreləmir, Rabbini zikreləmir. Həmçinin zikir eləməyən adamlar ki var qardaşlar, şeytan onlara yaxın olur. Və bunun da dəlili nədir? Allah Teala nə deyir? وَمَنْ أَعْرَضَ عَنْ zikri فَاِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim mənim zikrimdən üz döndərsə. Zikir deyəndə qardaşlar tək Subhanallah, velhamdülillah, la ilahe illallah, Allahu akbar, estağfirullah, la havle ve la kuvvete illa billah və s. Bunlar da nəzərdə tutulur, amma tək bunlar deyil. Əsas zikirlərdən biri hansıdır? İslamın ikinci şərti olan namazdır. Ona görə Allah subhanahu ve teala Musa aleyhissalama nə deyir? Və aqimis salate li zikri. Məni yada salmaq üçün, məni zikr etmək üçün, xatırlamaq üçün neynə? Namaz qıl. Namaz böyük zikirlərdən, əzəmətli zikirlərdən biridir. Fikir verin, Peygamberimiz sallallahu aleyhi ve sellemin hadislerinde bildirilib ki, namaz Allahu Akbar'la başlayan Esselamu Aleyküm ve Rahmetullah zikriyle biten bir ibadettir. Allahu Akbar zikriyle namaza daxil olursan, Esselamu Aleyküm ve Rahmetullah deməklə hamısı nədir? İçərisində bu kişinin arasında olanlar qardaşlar zikirdir. Allahu Akbar'ı deyəndən sonra veya ondan önce nə edirsən? وَقُومُ لِلّٰهِ قَانِتِينَ. Allah Teala nə deyir? Allah için itaatkarlar olarak durun. İlk önce Allah için ayaküstə durursan. Sonra Allahu Akbar deyirsən. Sonra Euzu billah istiftah duası edirsən. Yani açılış duası. Sonra Euzu billahi mineşşeytanirracim. Sonra Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. Fatiha suresi oxuyursan axıra qədər. Sonra başka sure. Sonra Allahu Akbar deyib rukuya gedirsən. Ruku Allah'ın emridir. Allah Teala Kur'an-ı Kerim'de emr eləyib. Varka'u, ruku edin. Vascudu, secde edin. Hamısı nedir kardeşler? Zikirdir. Ümumiyyətlə namaz əvvəlindən sonuna qədər zikirdir. Ona göre
namazı qılmaq lazımdır. Namazla Allaha yaxınlaşmaq lazımdır. Namaz vaxtı gələndə qardaşlar, ilk yada düşən nədir? İlk yada düşən aləmlərin Rəbbi olan Allahın səni görməsi, səni eşitməsi, sənin halından xəbərdar olması. Gəlir ki, sahabələrdən namazın vaxtı daxil olanda dəyərli qardaşlar, əgər onların əlində bir külüng olardısa, bir alət olardısa, onu qaldırarla vurmağa, azanı eşidəndə onu qaldırandan sonra vurmazdılar. Atardılar yerə ki, vəssalam. Allah Teala nə deyir? Namaza gəlin, namaza çağırın. Vəssalam deyib namaz qılırdılar. Ona görə namaz elə ibadətdir ki, qardaşlar, zikirlərin ən böyüyündən sayılır. Namazı qılmaq lazımdır ölənə qədər. Allah Teala deyir ki, "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Rəbbi vəs, ölüm sənə gəlinə qədər ibadət elə. Biz dəvət edirik bütün qohumlarımızı, bütün xalqımızı, bütün yoldaşları, qonşuları, bütün əqrabalarımızın hamısını hara qardaşlar Allaha ibadət eləməyə, namaz qılmağa, oruç tutmağa, tövhid ilə tək Allaha ibadət eləməklə bütün ibadətlərdə Allahı təkləşdirməyə çağırır. Bunlar hamısı zikrin əsaslarındandır, böyüklərindəndir. Allahın əmridir. Yaxşı, kim zikirdən üz döndərsə Allah Teala nə dedi? Güzaranı sıxıntılı olacaq. Həmçinin başqa bir ayədə Allah Teala nə deyir? وَمَنْ يَعْشُ عَنْ ذِكْرِ الرَّحْمَنِ نُقَيِّضْ لَهُ شَيْطَانَ فَهُوَ لَهُ قَرِينٌ. Kim mərhəmətli Allahın zikrindən üz döndərərsə, Allah Teala nə deyir? Ona şeytanı calayarıq. O da ona yaxın olar. Həqiqətən də belədir. Sən üz döndərirsən Allahdan, şeytan səni ovluyur. İbnül Qayyim aleyhi rəhmətullah deyir ki, qəlb, insanın qəlbi bir qala kimidir. O qalanın qoruyanları var, keşikçiləri var. O keşikçilər o qaladan qəflətə düşsələr, oğrular o qalaya daxil olub oğruyacaqlar. Və qəlbdə şeytanla misalında nədir? Qəlb zikirdən qəflətə düşdü, nə olur? Şeytan onu oğruyur. Başqa bir misalda İbn Qayyim deyir ki, şeytanın insanla olan misalı, onu qəflətə salmasında olan misalı, əlində ət olan və ətrafına it fırlanan qəssabın misalındadır. O qəssab ki, əlində ət var və it də onun ətrafında dövr eləyir. Ne üçün qardaşlar? Nə vaxt qəssab qəflətə düşsə, it o əti aparacaq. Və şeytan da insanla belədir. İnsan Allahın zikrindən qəflətə düşəndə şeytan onu oğruyur. Ona görə Allah Teala başqa ayədə nə deyir? İstəhvədə aleyhimuş şeytan fəənsəhum zikrallah. Şeytan onlara qalib gəlib nəyi unutturub? Allahın zikrini. Vallahi şeytanın qardaşlar əsas hədəfi insanı Allahın zikrindən yayındırmaqdır. Allahın zikrindən yayındırsa, insanı oğrasa ona bütün pislikləri əmr eləyir. İçkini əmr eləyir. İçkidən sonra bütün pisliklər gəlir. Oğurluğu əmr eləyir. Oğurluq Allahın qadağasıdır. Zinanı əmr eləyir. Allahın haramıdır. Və s. Valideynlərə qarşı gəlmək, şirk qoşmaq, adam öldürmək, bütün zəlalətlərə yönəldir. Ne üçün? Çünki artıq onu oğruyub. Onu sahibindən ala bilib. Lakin Allah subhanahu wa ta'ala qardaşlarım elə belə verməz qulunu. Təslim eləməz şeytana. O qul ki Allaha bağlıdır. O qul ki Allaha təvəkkül eləyir. Allaha imanı var. Özünü İslam ilə Allaha təslim eləyirsə Allah onu qoruyur. Ona görə Allah Teala nə deyir? İnnehu leysa lehu sultan alellezine amenu ve ala rabbihim yetevekkelun. Dəlilə baxın dəyərli qardaşlar, vallahi. Görün Allah Teala necə deyir? Deyir ki, şübhəsiz ki şeytanın Allaha iman gətirən və ona təvəkkül eləyənlərin üzərində heç bir hökmdarlığı yoxdur. Əgər imanında doğru olsan, tək Allaha ibadət eləsən, onun Resulü Muhammed sallallahu aleyhi ve sellemin sünnəsi üzərində olsan, ibadətləri vaxtında yerinə yetirsən, təvəkkülün yalnız Allaha olsa, qəlbin Allaha bağlı olsa, Allahla döyünsə qəlbin, Allah səni şeytana yem eləyər, eləməz dəyərli qardaşlar. Çünki Allah nə deyir? Allah Teala deyir ki, iman gətirənlərin və Allaha təvəkkül edənlərin üzərində şeytanın heç bir hökmdarlığı yoxdur. Başqa ayədə Allah Teala deyir ki, وَإِمَّا يَنْزَغَنَّكَ مِنَ الشَّيْطَانِ نَزْغٌ فَاسْتَعِذْ بِاللَّهِ. Şeytandan sən bir vəsvəsə gəlsə neynə? Allaha sığın. Niyə? İnnehu huvəs-səmi'ul alim. Çünki Allah görəndir, biləndir, eşidəndir, səni qoruyar, sığınacaq verər, sənə yardım eləyər, xilas eləyər. Lakin necə?
sən Allaha tərəf getsən. Lakin necə? Allaha bağlı olsan. Mən təqarrəbə ilə şibran. Rəbbimiz nə deyir? Kim mənə bir qarış qardaşlar misal çəkib, bizim başa düşəcəyimiz bir misal. Kim mənə bir qarış gəlsə, təqarrabtu ileyhi zira'an. Mən ona deyir, bir dirsək yaxınlaşaram. Və mən təqarrabə ileyhi zira'an. Kim mənə bir dirsək yaxınlaşsa, təqarrabtu ileyhi ba'an. Mən ona bir qulaz, ondan daha çox yaxınlaşaram. Sonra görün nədir? Və mən ətəni yemşi. Kim mənə yeriyərək gələrsə, əteytuhu harvələ. Mən ona yürüyərək gələrəm. Elm əhlidir ki, aləmlərin Rəbbi olan Allah, sən yerdəsən, o göydə səmaların üzərində, 7 qat göydən də uca, hər şeyə qadir olan, o səni görən, sən onu görməyən Allah sənin ayağına gəlməz. Lakin nə eləyər? Sənə kömək eləyər, sənə yardım eləyər, sənə müvəffəq eləyər. Həyatında gileyləndiyin bərəkətsizlik ki var, ki alıram, satıram, bərəkət yoxdur. Həyatımda bərəkət yoxdur, xeyir yoxdur. Heç bir işimdə uğur yoxdur dediyin hallar ki var, vallahi Allah onların hamısını sənin üçün bərəkətlə əvəz eləyər. Hər bir şeydə Allah sənə uğur verər, xeyir verər. Allah təala buyurur ki: "Vələv enne əhlel qura amanu vettaqav lefetahna aleyhim berekatin mine's-semai vel-ard." Əgər ölkələrin, şəhərlərin, məmləkətlərin əhli Allaha iman gətirsələr, Allahdan qorxsalar, yerin və göyün bərəkət qapılarını açarıq. Budur dəyərli qardaş, Allah sənə deyir, neynə? Bərəkət istəyirsənsə həyatında, həyatının hər bir hissəsində iman gətir Allaha. Allahdan qorx gizlində, aşkarda, əmirlərin yerinə yetir, qadağalarından çəkin, təzim elə Allahı, namaz qılmaqla, oruç tutmaqla, Quran oxumaqla, gizlində Allahdan qorxmaqla Allahı təzim elə və Allah da sənə qarşılıq versin. Nə ilə? Ruzulandırmaqla, bərəkət verməklə, yardım eləməklə, köksüvə, içivə, genişlik, rahatlıq verməklə. Bundadır rahatlıq. Bərəkət Allahdandır. Gileylənirlər əksər insanlar nəydən ki, mənim bərəkətim yoxdur. Ona görə yoxdur ki, dəyərli müsəlmanlar, sən Allahdan uzaqsan, sən Allahdan qafilsən, səni şeytan ovluyub. Nə vaxt ki, Allaha yönəlsən, nə vaxt ki, zülmətdən nura çıxsan, o zaman səndə bərəkət hasil olacaq. Peyğəmbər aleyhissalatu vesselam nə deyir? Əl-barakətu minallah. Bərəkət Allahdandır. Bərəkət üzərlikdə deyil, qapının üzərində, üzərlikdə. Bərəkət atın nalında deyil. Bərəkət göz mıncığında deyil. Bərəkət otu yandırıb evin ətrafına fırlatmaqda deyil. Bərəkət kimsə qabağına çıxanda tüpürüb nəsə eləməkdə deyil. Vallahi bərəkət Allahdan qorxmaqda, əmirləri yerinə yetirib qadağalardan çəkinməkdədir. Sən belə olsan, Allah sənə bol-bol bərəkət verər. Və fis-səmai rizqukum və mə tuadun. Sizə vəd olunan o cənnət və ruzuvuz göydədir. Allah onu göydən indirəcək sənin üçün. Allah Teala bizim hamımızı onu zikr eləyən, ona şükür eləyən, gizlində, aşkarda ondan qorxan, qəlbi daim Allaha təvəkküllə, Allaha imanla, Allaha sevgi ilə, Allaha bağlılıqla, cənnəti arzulamaqla, salihlərə qovuşmaqla, xeyirli insanlara çatmaqla döyünən qullarından etsin. Bütün xeyirlər hamısı Allahdandır. Əlhəmdülillah istədik, qısa bir fayda olsun həm bizə, həm də sizə. Allah Teala bizim üçün də, eşidənlər üçün də faydalı etsin. Vəlhamdülillahi Rabbil aləmin. Amin. Yaxşı da, bəsdir.